cəza çəkmə müəssisələrindən mən yaxın günlərdə ayrıca danışacağım. Xüsusən 6 saylı cəza çəkmə müəssisəsində ciddi problemlər var. Mənə dünən də yazıblar, bugün də yazıblar. 7 saylı cəza çəkmə müəssisəsində Mehman at oynadır orada. Nağıyev Tural Elxan oğlunun həyatı təhlükə altındadır. Mən buradan adiyyəti üzrə bir daha müraciət edirəm. Nağıyev Tural Elxan oğlu. Səhhətində ciddi problemlər var. Şərlənib adamın şər şəbəkəsi orada qurublar. Bir il ciddi rejimlə bağlı məhkəməyə müraciət ediblər. Heç nə etmədən cəza çəkmə müəssisəsinə daxil olub, dərhal onu cəza kamerasına aparıblar. Məndə olan məlumata görə döyüblər. Birbaşa göstərişi müəssisənin rəisi Mehman verib. Nağıyev Tural Elxan oğlunun həyatı təhlükə altındadır. Hörmətli aidiyyəti qurumlar dərhal götürün nəzarətə. Atası Elxan əmi rəsmi müraciətlər göndərib ölkə prezidentinə, Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Baş prokurorluğa, yəni yer qalmayıb müraciət edib, müraciətlərindən hələ bir xəbər yoxdur. Ümidvaram ki, məsələ diqqətə alınacaq, dəyərli dostlar.